Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlar hazırki status quo-nun qorunub saxlanılmasına xidmət edir. Azvijnaz xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov Ermənistanın Hamburqda 3+2 formatında görüşdən imtina etməsinə münasibət bildirərkən deyib ki, rəsmi İrəvan bununla münaqişənin həllini mümkün qədər ləngitməyə çalışır. Lakin münaqişə beynəlxalq hüquq normalar əsasında gec-tez həll olunacaq. İşğal olunmuş torpaqlar geri qaytarılacaq. Əks halda Azərbaycan öz imkanları ilə bunu həll edəcək. Buna görə də Ermənistanın indiki taktikası münaqişənin həllini mümkün olan qədər uzatmaqdır və bu taktikasını da həyata keçirmək üçün sizin dediyiniz kimi ayrı-ayrı görüşlərdə iştirak eləməkdən imtina eləmək yolunu seçib. Güman edirəm ki, bununla Ermənistan özünün beynəlxalq aləmdəki təcrid olunmasını daha da dərinləşdirir. ATƏT Minsk qrupunun həmsədr ölkələrinin mövqeyinə toxunan Əli Əhmədov bildirib ki, istənilən münaqişənin həllində vasitəçilik edən ölkələr tərəfsiz olmalıdır. Amma təəssüf ki, ATƏT Minsk qrupu ölkələri ilə bağlı bunu demək çətindir. Çünki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı onların 20 illik fəaliyyətində heç bir nəticə yoxdur. Stat: Belə olan halda qrupun fəaliyyətində kardinal dəyişiklik tələb olunur. Bunun hansı formada olmasını deyə bilmərəm. Amma bu dəyişiklik olmayacaqsa, Azərbaycanda belə bir sual yaranacaq ki, ATƏT-in tərkibində qalmağa və yaxud Minsk qrupunun bundan sonraki fəaliyyətinə ehtiyac varmı? Bu sual bizi düşündürəcək. Statın sonu.